Bütöv Azərbaycan Ocaqları bilirsiniz. Bütöv Azərbaycan Birliyinin Əbülfəz bəy dünyasını dəyişəndən sonra bu aktivlik aşağı düşdü və Bütöv Azərbaycan Ocaqları bu fəaliyyəti davam elətdirməyə başladı. Biz bu prosesi başlayan zaman ümumiyyətlə bu işi başlayan insanlar belə qərara gəldik ki, biz çalışaq, nə müxalifət partiyası olaq, nə hakimiyyət partiyası təşkilatı olaq və çalışaq uzlaşaq. Eyni zamanda Azərbaycan güneyindən olan soydaşlarının arasında fərq qoymayaq ki, sən filan təşkilatsan, sən filan fərq. Bir bütövlükdə bir yerdə bu milli məsələni yürüdək və aparaq. Və insafən, elə İsa bəyin özü də, Pənah bəy də, partiya nümayəndələri, təşkilat rəhbərləri ki, bu illər ərzində heç bir çağırışımıza yox demədilər. Eyni zamanda Azərbaycan hakimiyyəti də heç vaxt bizə mane olmadı. O vaxta kimi sonuncu Astoriyada bir tədbirimiz oldu. Bütöv Azərbaycan koordinasiya mərkəzi yaratmaq istədik. Mane oldular, səbəbini bugünə kimi də bilmirik. Amma o ana kimi heç vaxt bizim işimizə nə zərbə vurulub, nə təhdid olub, heç nə. Müsbət rəy olub, müsbət Azərbaycan hakimiyyəti tərəfindən Bütöv Azərbaycan Ocaqlarına müsbət addımlar olub, hiss eləmişik, eşitmişik, müəyyən məsələlər, amma ora kimi. Və orada məqsəd bugün üçün idi əslində. Bizim məqsədimiz ondan ibarət idi ki, Bütöv Azərbaycan koordinasiya mərkəzi yaransın. Bu koordinasiya mərkəzində Güney təşkilatları, Quzey təşkilatları, iqtidarından, müxalifətindən asılı olmayaraq ortaq bir qərargaha çevirək bunu və bu Azərbaycanın milli məsələsini orada müzakirə edək və o lazımi anlarda birgə hərəkət edə bilək. Və təəssüflər olsun, o zaman imkan verilmədi. Əgər biz nəzərdə tutmuşduq ki, o məlumatı, o məsələni bugün yenidən qabardaq, əgər bir etirazlar da yoxdursa, biz təzədən, yenidən bu məsələyə qayıdaq. Bütöv Azərbaycan koordinasiya mərkəzi yaradaq. Vacib deyil, o kollegial da idarə oluna bilər, söhbət Bütöv Azərbaycan Ocaqlarından, şəxsi bir orqanından, strukturundan söhbət getmir. Ki, yəni, hər kəsi razı salacaq. Təşkilatların nümayəndəsi olsun, ziyalılar olsun, həm güneydən, həm quzeydən ortaq bir şey formalaşdıraq və baş verən hadisələri birgə qiymət.